Sizi internetdən heç bir yatırım etmədən çox rahatlıqla pul qazanacağınız bir saytla tanış edəcəm. Onu da deyim ki, mən artıq bu saytdan pul çıxartmışam, pul balansıma gəlib çatır, heç bir problem yoxdur. Aşağıda linkini yerləşdirmişəm dostlar, təbii ki, həmin linkə daxil olursunuz və belə bir səhifə açılır, qoyun açılsın, açıldı. Bəli, burada yuxarıda düzdür, buna siz sayta kompüterlə daxil ola bilərsiniz, telefonla da heç bir fərqi yoxdur. Məndə indi kompüter işləmədiyi üçün telefonla çəkilən videoları. Burada yuxarıda sign up düyməsi var. Sign up'ın üzərinə tıklayırsınız. 3 dənə yol var burada. Ya Apple-dan daxil olursunuz, ya Google akkauntunuza və yaxud da ki, sadəcə e-mailinizi yazıb akkauntunuza daxil olursunuz. Məsləhət görürəm ki, birbaşa ilə Google akkauntunuza daxil olun. Daxil olandan sonra dostlar, gəl indi qaydaq profilimə mən artıq daxil olmuşam. Burada yuxarıda dostlar, gördüyünüz kimi 3 dənə xətt var. O xəttin üzərinə vurursunuz. Və burada rewards bölməsi var. Gündə bir dəfə bu aktiv olur. Yəni gündə bir dəfə bunu eləyə bilər. Rewards'ın üzərinə tıklayırsınız. Və dostlar burada roll daily point var. Yəni gündəlik point qazan. Bunun üzərinə bir dəfə tıklayırsınız. Və burada başlayır rəqəmlər getmək. İstədiyiniz vaxt stopun üzərinə vurursunuz və rəqəmlər dayanır. Hal-hazırda mən 25 point qazandım. Bu pointlər bizə nə üçün lazımdır dostlar? Bu pointlərlə biz gedirik buradan paket alırıq, müxtəlif paketlər. Bu paketlərdən kartlar çıxır. Kartların qiyməti müxtəlif olur. Və həmin aldığınız kartı dostlar, sizə çıxan kartın bazar qiymətini göstərir və hal-hazırda sizə təklif eləyən qiymətini göstərəcək. Əgər sizi qane eləyirsə, dərhal həmin kartı sata bilərsiniz. Belə, mən indi göstərim sizə hər şeyi. Onu da deyim ki, dostlar, burada ən ucuz paketlər 10 dollardan başlayır. 10 dollar 2000 pointə bərabərdir. Yenidən bu 3 dənə xətt var. Onun üzərinə vururuq. Burada packs var, yəni paketlər. Buranın üzərinə vururuq. Gördüyünüz kimi burada Pokemon paketlər var, sport var, basketbol və s. Misal Pokemonların qiyməti 10 dollardan başlayır, amma uzun müddətdə burada heç 10 dollarlıq paket yoxdur Pokemona aid. Mənim 25 dollardan başlayan var. Misal üçün burada 15 dollardan başlayır, hal-hazırda 15 dollarlıq yoxdur. Mən bu aşağıda dostlar Magic Z Get Herring nəsə belə bir söz yazır. Bunun üzərinə vurdum. Burada dostlar gördüyünüz kimi 10 dollar var. 10 dolların üzərinə vururuq. Onu da deyim ki 10 dollar gördüyünüz kimi aşağıda yazılıb 2000 pointə bərabərdir. Və gözləyir dostlar burada payment option var. Payment option artıq aktiv olsun. Aktiv olandan sonra burada indi Google Pay yazıb siz üzərinə tıklayırsınız. Sizdə aşağıda məndə indi CoinYard point yazıb 210 dənə, indi hal-hazırda 210 dənə var. 2000 dənə olanda həmin bölməni seçəcəksiniz, ən aşağıdakı bölməni. Onun üzərinə tıklayacaqsınız və bu kartı daha doğrusu bu paketi almış olacaqsınız. Məndə paketdə dostlar hardasa 6 dollar 20 neçə sentlik bir kart çıxmışdı. Ona o dəqiqə təklif yazıldı ki, istəsəniz satarsınız, istəməsəniz saxlayarsınız. Təklif gəldi ki, dərhal satmaq üçün 5 dollar 60 neçə sent bir təklif idi. Dərhal da satdım. Çünki heç bilmirəm bu paketlər nə üçündür. Dostlar, bunu satandan sonra gedirsiniz. Bu indi satdığımız belə deyim də pulu hardan çıxardırıq. Profilinizin üzərinə tıklayırsınız sağ tərəfdə yuxarıda. Və dostlar burada transfer var. Transferin üzərinə tıklayırsınız. Gördüyünüz kimi withdraw yaxud transfer. Transfer vurursunuz. Burada dostlar balansınızdakı pulu USDC adresə göndərirsə, yəni burada USDC olaraq və USDT yox, USDC olaraq reallaşdırılır məbləğ. Və dostlar misal üçün hər hansı bir birjaya girirsiniz, depozit tıklayırsınız, orada USDC adresini seçirsiniz və dostlar bir də önəmli bir məqam odur ki, USDC adresini seçəndən sonra set olaraq poligonu seçirsiniz. Başqa seti seçsəz, bunu qəbul eləməyəcək. Ona görə dostlar ona diqqət edin ki, USDC seçəndən sonra set olaraq poligon seçirsiniz. Və dostlar, həmin adresinizi kopyalayıb, gətirib yapışdırırsınız. Burada type username or wallet adresi var. Bura tıklayır, yapışdırırsınız və amount hissəsinə də məbləğinizi qeyd edirsiniz. Nə qədər çıxartmaq istəyirsiniz. Həmin hissəsi həm qeyd edib transfer edirsiniz. Bundan sonra dostlar, bir neçə dəqiqə ərzində artıq USDC-lər sizin balansınıza gəlib oturur. Daha sonra birjada istəsəniz USDC-ni USDT-yə dəyişərsiniz və yaxud da ki, başqa valutaya dəyişə bilərsiniz. Belə dostlar, bir də onu da deyim ki, dostlar, ilk dəfə pulu çıxardanda sizdən şəxsiyyətin təsdiqlənməsini istəyir. Bu da bir neçə dəqiqəlik işdir. Səhv eləməmsə selfie çəkirsiniz və şəxsiyyət vəsiqəsinin şəklini istəyir. Bu da onun üçündür ki, dostlar, eyni adam 5 dənə, 6 dənə, 10 dənə akkaunt yaratmasın.
Belə dostlar, çox sadə bir proqramdır, çox rahatdır. Yəni gündə yalnız bircə dəfə daxil olmağınız kifayətdir ki, reward hissəsindən sizə düşən, bəxtinizə düşən pointləri yığırsınız. Dedim ki, minimum 2000 point olanda 10 dollarlıq hər hansı bir paket alıb, paketdən kart çıxardıb, kartı da sata bilərsiniz. Belə dostlar, nəsə sualınız olsa, aşağıda kommentarda bildirin. Bir də dostlar, bu proqram haqqında mən artıq Telegram kanalında məlumat vermişdim əvvəlcədən. Əgər siz də bütün yeniliklərdən hamıdan birinci tanış olmaq istəyirsinizsə, həm aşağıda yerləşdirim Telegram kanalıma, həm də WhatsApp kanalıma abunə olun. Belə dostlar, video baxdığınız üçün bir daha sizə təşəkkürlər. Sağ olun.